Həftənin ən səs-küylü cinayət hadisəsi isə Binəqədi rayonu ərazisində qeydə alındı. Rayon ərazisindən hissələrə ayrılmış qadın meyidinin tapılması paytaxtın kriminogen durumunu bir qədər gərginləşdirdi. Xüsusi amansızlıqla törədilən bu qətlin bəzi xüsusatlarını araşdırmışıq. Həftənin ortalarında Binəqədi rayonu ərazisindəki zibil poligonların birində hissələrə ayrılmış vəziyyətdə qadın meyidinin tapılması paytaxtda kriminogen durumunu bir qədər gərginləşdirdi. Baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polisi ilə Binəqədi rayon polis idarəsi, şəhər və Binəqədi rayon prokurorluğunun birgə əməliyyat istintaq qrupu yaradılaraq xüsusi amansızlıqla törədilən bu qətlin xüsusiyyətlərinin araşdırılmasına başlanılıb. Hissələrə ayrılmış qadın meyidinin tapılması barədə ilk məlumatı rayon polis idarəsinə Baksol adlanan ərazidəki zibillikdə təmizləmə işlərini aparan fəhlələr verildi. Dərhal hadisə yerinə gələn rayon polis idarəsi əməkdaşları aşkarlanan 2 qara telefon torbada bir neçə hissəyə ayrılmış qadın meyidinin olmasının şahidi olublar. Torbada olan hissələr isə sol ayaq, 2 qolları və çanaq bud sümüyünün bir hissəsi olub. Meyidin sağ ayaq, gövdə hissəsi və başı isə tapılan hissələrlə birlikdə olmayıb. Bunların tapılması üçün bütün ətraf ərazidə bir neçə saatlıq axtarış tədbirləri həyata keçirilsə də heç bir nəticə əldə olunmayıb. Faktla bağlı polis və prokurorluq orqanlarının qarşısında duran ilk xüsusat isə meyidin şəxsiyyətinin müəyyənləşdirilməsidir. Meyidin tanınmasında mühüm rol oynayan əsas orqan olan başın yerində olmaması isə məsələni daha da çətinləşdirib. Şəxsiyyətin tanınması prosesi başa çatdıqdan sonra isə onun ətrafında əməliyyat istintaq tədbirlərinə start verilir. Qətlin həyata keçirilməsi metodikasına nəzər salaq. Bədən üzvlərinin hər hansı bir çapıcı alətdən istifadə edilməməklə hissələrə ayrılması qatilin bu cinayəti heç nədən çəkinmədən sərbəst şəkildə həyata keçirməsini göstərir. Digər əsas diqqəti çəkən məqam isə meyidin başı, gövdə hissəsi və sağ ayağının olmamasıdır. Kriminalistlər təcrübəyə söykənərək bu kimi halların qatilin peşəkarlığı ilə əsaslandırırlar. Şəxsiyyətin müəyyənləşdirilməsində xüsusi əhəmiyyət kəsb edən başın ortada olmaması qatilin əməliyyat və istintaqın bir neçə xətt üzrə istiqamətləndirilməsinə nail olması deməkdir. Başla yanaşı sağ ayaq və gövdə hissəsində olmamasına görə bu orqanlarda da hər hansı bir xüsusi əlamətlərin olması istisna deyil. Mübahisə predmetinə çevrilən digər bir məsələ isə qətlin digər bir ərazidə törədilərək bu əraziyə gətirib çıxarılmasıdır. Poligona zibil gətirən kommunal işçilərin ifadələrinə əsaslanaraq məlum olub ki, sözü gedən qara telefon torbalar Nizami rayonunun Keşlə qəsəbəsindəki 3 ayrı-ayrı yerlərdəki zibil yeşiklərindən götürülür. Naməlum şəxslər qadını öldürdükdən sonra onun cəsədini doğrayaraq məhz Nizami rayon ərazisində yerləşən zibilxanalardan birini atıblar. Bu zaman orada olan zibil tullantıları məhz Balakhanı poligonuna və Binəqədi zibilxanasına daşınıb. Hazırda Binəqədi zibilxanasından tapılan qadının cəsədinin parçalarının bir hissəsi də Balakhanı zibilxanasına daşındığı ehtimal olunur. Qeyd edək ki, həmin yerlərdən tullantılar Balakhandakı zibil poligonuna da aparılır. Baksoldakı zibil poligonundan fərqli olaraq Balakhanıya daşınan tullantılar isə hər gün yandırılır. Bu da həmin ərazidə ortada olmayan orqanların axtarışını sıfıra endirir. Vəhşiliklə həyata keçirilən bu qətlin açılmasında mühüm faktor patoloji anatomiya və məhkəmə tibbi ekspertizasının DNK analizinin aparılmasıdır. Yəni nüvədə ekspertizanın təyini. Elə buna görə də son illər paytaxt və bölgələrdə itkin düşən 30-40 yaşlı qadınların ətrafında əməliyyat tədbirləri həyata keçirilir. Bütün bunlar ölkə polisinin keçirdiyi əməliyyat tədbirlərinin izi ilə komandamızın həftə boyu toplayıb bərsiyə gətirdikləri idi. Bunlar biz göstərməliyik. Ən azından ona görə ki, olanları görüb nəticə çıxardaq. Onların bir daha baş verməməsi üçün hər birimiz nə isə edək. Qarşıdan gələn Novruz bayramınızı komandamız adından təbrik edir. Hər birinizə hər gününüzün elə bayram kimi keçməsini arzulayırıq. Efirdə istizlərdir. Salamat qalın.